Necə məsuliyyət daşıyırlar? Sən Ceyhun millət vəkilisən. Ceyhun üzr istəyirəm. Öyrün artıq məsuliyyət daşıyırlar. Ya onda bu yeni bir dindir də. Yeni din deyil. Sadəcə biz Ceyhun bax, bunlarda xəbərimiz yoxdur. Ki, mən yeni bir din gətirirəm. Qardaş, bax bir şey deyim. Bu günlərim İlahiyyat İnstitutundan deyir. Ceyhun müəllim də onun rektoru olub, ilk qurucu rektoru və bu gün də dərs deyir orada. Hörmətim də var. Bilir bir yerdə də işləmişik. Dini komitədə olduğumuz zaman. Baxın, orada belə bir məsələ var. Bu gün həmin o ilahiyyatın müəllimləri qeyd edir ki, Quran ölüyə Quran oxumaq olmaz. Mən də Yasin surəsinin özündən ayə gətirirəm. Səhv deyirəmsə onu düzəlt. Orada deyir ki, Yasin surəsində 70-ci ayəsində diri olanlar üçün göndərilib. Diri olanlar üçün Yasin özündə deyir. Bunu əgər ölülər üçün oxunursa, bu müəllimlər də bunu tədris eləyirsə, bu gün mən əksini desəm, Qurana doğru olanı mən deyirəm. Amma bunlar əksini deyir ki, yox, Peyğəmbər deyib ki, İqra Yasinə ələ məftəkum deyibsə belə bir hədis. Onu əsas alırlarsa, bunu onda nə gətirək? Nə deyim mən indi bu müəllimlərə? Deyim ki, o müəllimlərin hamısının dediyi doğrudur. Bizə dəqiqədə. Yəni mən yekunlaşdıram. Yox, burada bir önəmli məsələ var da. Yəni ki, heç kim demir ki, Quranı yalnız ölülər üçün oxuyur. Bəli, Quran dirilər üçün göndərilib. Vəssalam. Amma harda yazılıb ki, ölü üçün də Quran oxumaq olmaz? Hardan bu bağlılığı? Qardaş, bu bilirsiniz nə? Deyim. Bu günlərə bir yol qəzası olur. Yol qəzasında yol polisi gəlir, ölən adamın qarşısında oxuyur ki, sən filan maddənin pozduğuna görə, nə bilim, bu qədər baldır, bu qədər də cərimə yazılacaqsa, mənası varmı? Əgər o məsuliyyət daşıyırsa, qardaş, orada çatmır axı. Necə məsuliyyət daşıyırlar? Sən Ceyhun millət vəkilisən. Ceyhun üzr istəyirəm. Öyrün artıq məsuliyyət daşıyırlar. Özüm məsuliyyət daşıyıb başqa söhbət gedir. Mən gedib kredit götürmüşəm. Ceyhun, burada misal verdim, misala cavab verdim. Misal verdim, mən də deyirəm. Mən indi getmişəm, mən ailə üzvlərim var, mənim davamım var. Yol qəzasından misal verdim. İndi borca girmirəm. Oraya getsək başqa məsələdir. İslam iqtisadiyyatını da çox gözəl bilirəm. Mən bank sektorunda da elmi araşdırıram. Yəni o zaman mən deyirəm ki, ölüb bu adam, gətirirsən maddəni oxuyursan, yol hərəkət qaydalarının filan maddəsindən görə siz bu səhv eləmisiniz, bu qədər də bal yazılacaq, bu qədər də xal. Mənası varmı? Yəni ölü üçün Quran oxumayaq da. Niyə oxumalısan axı? Ölüyə oxuyursan ki, bax, deyim. Oxuyursan ki, Bəqərə surəsinin 222-ci ayəsində səndən qadınların regl dövrünü soruşurlar deyir ki, bunun ölüyə nə adiyyəti var? Yox, biz hansını oxuyuruq Quran üçün? Oxuduğun Yasin'i oxuyursan, misal üçün Yasin'də deyir ki, Əş-Şəmsu təzrili müstəqirə, günəş ona təyin edilmiş, ox ətrafında hərəkət edir. Ölüyə nə adiyyəti var bunun? Yasin'dən misal verdim. Mən yekunlaşdıram, onu da gəl. Sən denən ki, mən yeni bir din gətirmişəm. Bu deyil də. Yox, niyə elə deyil? Yeni din deyil. Dini əslinə qaytarıram. Necə qaytarırsan? Dini bu bidətlərdən, mövhumatlardan, xurafatlardan uzaqlaşdırıram. Hədis bidətdir. Bəli, hədis bidətdir. Bax, indi bir dəqiqə.